Həsən müəllim, belə bir sual var. Evlənənə qədər sevgili olmaq olarmı? Bismillahirrahmanirrahim. İlk başda qeyd eləyək ki, Allahu Teala insanları yaradarkən onların fitrətlərinə qorxmaq, kədərlənmək, sevmək kimi hissləri yerləşdirmişdir. Sevgi əslində hər hansı bir şəxsə və yaxud əşyaya qəlbin meyl etməsi deməkdir. Sevgi əsasən fitri bir xüsusiyyət olmuş olsa da, müəyyən formalarda və mərhələlərdə ona təhəkküm etmək, kontrolda saxlamaq mümkündür. Ona görə də bəzi sevgi növləri vacib, bəziləri mübah, halal, bəziləri də haramdır. Məsələn, Allah-u Teala'nı, Peyğəmbəri sevmək fərz, ata-ananı, həyat yoldaşını, övladı sevmək halal, mübah, Allaha və Peyğəmbərinə ədavət bəsləyənləri, insanlığa qənim kəsilənləri, şərri, pis əməlləri yayanları, qısacası şeytan və şeytan əməllərini sevmək isə haramdır, günahdır. Cütlüklər arasında yaranan sevgiyə gəlincə isə bu şəkildə təsnif eləyə bilərik. Əgər cütlüklər arasında yaranan sevginin səbəbləri və nəticələri haramdan uzaqdırsa, bu sevgidə bir qəbahət yoxdur. Yəni, qonşunun, qohumun, əxlaqlı qızı haqqında söhbətlər eşitməklə, ani olaraq məhləyə girərkən qonşunun qızı ilə göz-gözə gəlib, gözəlliyinə heyran qalmaqla qəlbdə yaranan sevgi hissinə görə Allah-u Teala kimisə hesaba çəkməz. Çünki bu hiss qeyri-ixtiyaridir. Həmçinin boşandıqdan sonra bir insanın keçmiş həyat yoldaşına qarşı hələ də sevgi hissini, duyğusunu qoruyub saxlaması mümkündür, başa düşüləndir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin zamanında Bərirənin əri Muğis adlı sahabi onun arxasınca ağlayaraq gəzirdi, hətta göz yaşları onun yanağına və saqqalına süzülürdü. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də bu mənzərəni görüb yanındakı Həzrət Abbasa buyurdu ki, ey Abbas, Muğisin Bərirəyə olan sevgisinə və Bərirənin də Muğisə olan nifrətinə təəccüblənmirsənmi? Sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Bərirədən soruşur ki, qayıtsan olmazmı? Yəni, yenidən evli həyatına dönsən olmazmı? Bu sual qarşısında Bərirə soruşur ki, ya Rasulullah, bu bir əmirdirmi? Peyğəmbər sallallahu aleyhi və səlləm də cavabında söyləyir ki, xeyr, mən sadəcə sizin aranızda şəfaətçiyəm. Bundan sonra da Bərirə də deyir ki, ya Rasulullah, o zaman mənim ona ehtiyacım yoxdur. Bu hekayədə Bərirənin Muğisdən ayrılmasına və artıq aralarındakı münasibətin ər-arvad münasibəti deyil, naməhrəm münasibəti olmasına rəğmən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Muğisə bu sevgini qadağan eləmir. Çünki bu, insanın iradəsinə bağlı olmayan, nəzarət edə bilmədiyi bir haldır. Ona görə bu sevgidə də başqa haramlara bulaşmadığı müddətcə bir qəbahət yoxdur. Bu halı yaşayan, həmçinin tək tərəfli sevən insanlar bu sevgini zamanla qəlblərindən çıxartmağa cəhd göstərməlidirlər, çalışmalıdırlar. Lakin qarşı cinsin naməhrəm nümayəndəsi ilə qadağan olunan yollarla ünsiyyət quraraq, söhbətləşərək, mesajlaşaraq, baxışaraq sevişmək dinimiz baxımından məqbul sayılmamaqdadır. Buradakı qəbahət sevgidən ziyadə bu sevgini ərsəyə gətirən haram yollar, vasitələrdir. Həmçinin süd bacısına, evli olan qadına, gəlinə, qaynınaya meyl salmaq, sevmək dinimiz və milli kimliyimiz baxımından da yol verilməzdir, haramdır. Bu tipli sevgi bir mənalı olaraq şeytandandır. Təbii şəraitdə belə olsa yaranan bu sevgini qəlbdə gizlətmək və dəf etmək gərəkir. Dinimizin qadağan etmədiyi yollarla və ya vasitələrlə birinə aşiq olan, daha sonra haram yollarla, məsələn, böyüklərinin və s. nəzarəti olmadan xəlvətdə görüşmələri, bir-birlərinə toxunmaları, zərurət olmadan səmimi mövzulara girmələri, söhbətləşmələri və bu şəkildə sevgilərini davam etdirmələri təbii ki, dinimiz baxımından məqbul sayılmayan sevgi qismindəndir. Amma halal, təbii yollarla yaranmış sevgini davam etdirməyin legal yolu bu sevgini rəsmiləşdirmək və nikahlanmaqdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, bir-birlərini sevənlər üçün nikahdan daha yaxşı bir şey, yəni daha yaxşı bir çarə görülməmişdir. Və sallallahu alə seyyidina